Baxdım bu mövzularla bağlı çox fikir bildirilir. Dedim elə sizin yorumlarınızdan diqqətimi çəkənləri alım və bunlara cavab verməyə çalışım. Çünki hər birinizə tək-tək cavab vermək biraz uzun məsələdir və bunu normal olaraq mən tək olduğum üçün çatdırmaq mümkün deyil. Hansı məsələdəsəz bu Qarabağla bağlı zaten qapaq şəklindən görmüşsünüz. Qarabağ 6D belə bir şey yazıb. Hər kəsə salam. Bir də bunu çatdırmaq istəyirəm ki, Nəriman Axundzadə özünü oyunda pis göstərir. Bəzi yerlərdə çağırıblar deyə pis oynayır ki, bəzi yerlərdən çağırmasınlar. Nəriman sənə qurban olum. Ya belə deyim sizə. Harsı 1-2 ay öncəsində Nəriman özü dedi ki, legioner həyatı istəyir. Bu yorum ümumən məntiqsiz gəldi mənə. Neysə keçək. Trend Music yazıb. Oyunçu deyil, ayağında topu saxlaya bilmir. Özünü itirir çünki. Valla bizim məhəllədə Qarabağın oyunçularının yarısından çoxundan yaxşı oynayan oyunçular var ki, qalıblar beləncik. Hazırda ona razıyam. Scout cəhətdən Qarabağ düzdür. Nə qədər yaxşı olsa da legioner scoutları yaxşı gətirməyi bacarır. Amma öz içərisindən çıxartdığı scout, yəni oyunçular çox azdır. Elvin Cəfərquliyev və Tural Bayramov deyərəm. O da Qarabağdan saymıram bunları. Elvini sayaram deyəsən də səhv bilmirəmsə. Tural Xəzər Lənkərandan gəlmişdi. Elvin hardan gəlmişdi ha? Ona görə araşdırın bax, yaxşı yadıma düşdü. Elvini dəqiq bilmirəm. Amma bu Nərimandır falan filan, bunların çoxusu şeydən gəlməkdir. Xəzər Lənkəran dağıldıqdan sonra oradan götürülmüş oyunçulardır. Və həqiqətən var. Yəni çöldə bayırda axtarmaq lazımdır. Çünki indinin özündə Rusiyada yaşayan bir milli oyunçumuz var. Azərbaycana dəvət alır, amma Azərbaycan millisinə gəlmir. Özü gəlmir ki, haqda verirəm yəni. Adama burada dəyər bilməyiblər, dəyər verməyiblər, oyuncu kimi görməyiblər, gedib Rusiyada oynayıb milliyə çıxıb, indi deyirlər həkə bizdən oyna. Bu biraz nankorluq çıxır əslində. Burada biləydin qədrini. Musanı da elə tərifləyirsən ki, güya bu ondan babatdır da, elə o da onun tayıdır. Birazdan Şeydayevi salacaqlar oyuna. O da bunlardan betərdir. Boş-boşuna Qarabağın pullarını yeyirlər. Qardaş, bunları təmizləmək lazımdır. Abbas boş-boşuna maaş alır, nə işə yarayır? Qardaş, Musa, Nərman, Abbas, Şeydayev, bunları yerli-dibli təmizləmək lazımdır Qarabağdan. O boyda milyonlar gəldi Qarabağa. Danları çıxdı 2 milyon verib normal hücumçu almağa yazıb, almağı istəmədilər yazıb böyük ehtimal. Günlərini yola verirlər, Çempionlar Liqində uduzub çıxsınlar. Yox, məncə uduzmaq üçün eləməzdər bunu. Düzdür, orada biraz şey elədilər, yəni 30 milyona yaxın Qarabağın büdcəsinə pul gəldi. Məncə Qarabağ artıq şey məntiqindən çıxmalıdır. Minimum büdcə ilə maksimum verim almaq şeyini çıxmalıdır. Çempionlar Liqasının qrup səviyyəsində oynayan bir komandasan. Artıq yəni 500 min, 600 min oyunculardan çıxıb 5 milyon, 6 milyon oyunculara keçmək lazım. Yəni bunlardan maksimum verim almaq lazımdır deyə düşünürəm. Çünki artıq biz o səviyyədə deyilik. Sağ olsunlar Qurban müəllim, Qarabağ, hamısı gətirib bu səviyyələrə çatdırdı bizi. Amma bura kimi çatdırmaq yox, artıq bunun bir üstünü düşünmək lazımdır. Bu arta gedir, belə yerimizdə saydıqsa elə Avroliqa, Konferans Liqasına o tərəfə gedə bilmərik. Hücumçu şərt idi. Razıyam, şərt idi. Çox qınaq və tənqid olundu. Duran hücumda oynayır, amma Duran belə hücumçu deyil ki. Açıq danışaq. Duran belə hücumçu deyil. O sağ cinah oynayır, səhv bilmirəmsə. Sağ və ya solda, yəni cinah hücumçusudur. Nərimanı tənqid edirik. Nəriman özü də hücumçu deyil şəxsən. O da sağda solda oynayandı. Rozi inanla Nərimanı salır hücuma. Nəysə ona sonra danışarıq o mövzu haqqında. Siz Nərimanı yıxıb sürüyəcəyinizə Napoli oyunundan bu yana üzü çönən Yankovicdən danışın. O da futbolçudur və əvvəlki tək oyunlara can yandırmır. Artıq hətta uduzmaq üçün artıq şərait yaradır. Şərait yaradır demərəm. Son oyunlarda səhvi var mıydı? Bir epizodda var idi, amma bunu da nəzərinizə çatdırım. Yankovicin üstünə bu məsələdə sən günahkarsan demək məncə düz olmaz. Nəyə görə olmaz? Çünki Yankovicin vəzifəsi zaten top almaq deyil, nə də şey deyil. Yəni bu insan top paylayan, pas paylayan funksiyasını yerinə yetirir. Misal Nərimanın funksiyası hücumda nədir? Gol vurmaq, pres eləmək. Heç birini eləmədiyi üçün tənqid olunur. Yankovicin işi pas paylamaqdır. Mən durub Yankovici vəzifə funksiyası bu olan oyuncuya sən niyə top almadın, sən niyə pres şey eləmədin, arxada korpus verib yıxmadın desəm, haqsızlıq eləmiş olaram. Napolidən deyirsiniz, belə baxanda yəni Nərimanın bütün karyerasında elədiyi tək şey Braqaya gol vurmaq olub. Yankoviçsiz bir dənə oyuna çıxdığımız da az qardı burnumuzdan gələ yəni. Yankoviç məncə Qarabağın döyünən ürəklərindən biridir. Hətta bu Qarabağın öz sisteminə uyğun biridir. Çünki Almeida'da da bu şəkildə oynatdı Qarabağ. Tam bir pas paylayan kimi. Qurbanov daha doğrusu. İndi Yankoviç o şəkildə oynadır. Belə görə bu ənənə davamlı gedəcək. Bu tip oyuncular Qarabağa cidden lazımdır. Nəriman özünü futbolda hər şey etmiş, uzun boy, ağır futbolçular kimi aparır. Haqlı. Uşaq kimi top dalıca qaçmağı özünə eyib bilir. Hə ya da yox deyə bilməyəcəm bu barədə. Heç kim demir Qurbanı Nərimanı oynatma. Azərbaycan liqasında oynat. Hay sənə halal olsun. Gəl çıx da hardaydın qurban olduğum. Liverpool kimi qazanma şansımız olmayan oyunda oynat ki təcrübə toplasın. Bəli. Axı niyə belə vacib oyunun vacib məqamında bu oyunçunu buraxırsan axı? %100 haqlı. Ayağını top saxlaya bilmir ki vaxt taparsın hücumda ya da komandanın çoxalmasını gözləsin. Düppədüz. Sürət yoxdur ki kontratak tutaq.
düz. Pressing özü eləmir, Eyüp bilir. Eyüp bilir demərəm də, mən də bilmirəm niyə eləmir, amma pressing eləmir yəni. Şey kimi düşünürəm, mən oyun məntiqində onun o yoxdur deyə düşünürəm. Müdafiəyə kömək eləmir, düz. Musa olsaydı heç nə etməsəydi belə pressing və müdafiəyə kömək edəcəkdi. Musanı mənim sevməyimin səbəbi budur ki, Musa can qoyur. Sözün əsl mənasında Musa can qoyur. Səmimi deyirəm bax, Musanın oyunlarına açın baxın. Nə vaxt baxsanız ya rəqib oyunçunun dalıyca qaçır, ya topun dalıyca qaçır, ya da rəqibə hücum eləyib press eləməyə çalışır. Nəsə eləməyə çalışır. Yəni görürsən ki, bacarmasa da çalışır. Nərmanda bunu sevmədim mən. Hətta Nərmanla belə deyim, mənim Nərmanla ümumi qopma səbəbim, qırılma anım oldu. Tənqidlərə, iradlara qarşı mənim vecimə deyil dedi. Ondan sonra Nərman mənim üçün bitdi getdi qardaş. Səmimi deyirəm. Nərman ondan sonra bitdi getdi mənim. Mənim özümü siz tənqid eləyirsiniz. Mən durub sizə xoşalarmı? Gəlib sizə desəm vecimə deyilsiz. Adama bir siz necə yer eləyə? Sizin də hər birinizə yer eləyər mən sizə o sözü desəm. Siz durub burada fikirlərinizi yazırsınız. Allah razı olsun bəzilərinizdən. Hörmətini saxlayanlardan hamı evin tərbiyəsi ilə danışır təbii ki. Çox etik, düzgün qaydada fikirlərinizi bildirirsiniz. Mənim xoşuma gəlir. Çünki qarşılıqlı bir müzakirə gedir ortada. Mən müzakirəni sevən insanam. Oturaq, danışaq, araşdıraq, bəlkə düzən, bəlkə səhvəm. Nə bilim, bu ola bilən bir şeydir. Mənim düşündüyümdən daha yaxşı bir fikirlə gələ bilən ola bilər. Mən demirəm ki, ən düzünü mən deyirəm. Heç vaxt belə bir düşüncədə olmamışam. Hazırda amma gördüyüm üzərinə bunu deyə bilirəm. Yəni o fikirlərə açıq bir insanam. Düzgün qaydada deyin, araşdıraq, müzakirə eləyək, söhbət dönsün də ən azından ortada. Bunu okuyam yəni. Qardaş, millət Qarabağdan play-off çıxmasını gözləyir. Nərman ayağında top saxlaya bilmir. Topa hakim ola bilmir. Qurbanov da bir məşqçi kimi bir daha sübut etdi ki, o məşqçi deyil. Oyunda taktiki gedişləri edə bilmir və sair. Vəssalam ya və sair deyib heyif. Yox, Qurbanov qəşəng məşqçi. Yəni, bilsən necə? Nərmanın tənqidi bir oyuna bağlı deyildi. Nərman sadəcə qırılma nöqtəsini etdi. O qırılma nöqtəsini bacardı Nərman ki, bu çətin bir şeydir. Çox futbolçuda olmur, amma bəzi futbol dünyasında təbii ki, belə şeylər yaşanıb. Yəni bu mümkünsüzdür, belə bir şey niyə olur falan. Nərman belə də elədi deməyimiz də düzgün deyil. Nərmanı təhqir eləmək heç düzgün deyil. Tənqid eləmək olar, irad bildirmək olar, amma təhqir insanı alçaldan bir şeydir. Təhqir edilənə yox, təhqir edən üçün alçaldıcı bir şeydir. Mən onu şey kimi görürəm. Söz bazası, söz qabiliyyəti, danışıq, nitqi ola bilməyən insanlar, fikrini bildirməkdən aciz insanlar təhqirə keçir. Mən bunu düşünürəm. Qaldı ki yəni Qurbanov çox minimum bir büdcə ilə futbolumuzu buralara gətirmişdi. Amma bu da Qurbanovu tənqid eləyə bilmərik mənasına gətirib çıxara bilməz. Bu mümkün deyil. Bu belə düşünmək belə düzgün deyil. İstəyir bunun Ronaldosu, istəyir Messisi, hansı olur olsun, hər ehtimalda bunu eləmək olar yəni. Guardiola'ya da bu tənqid olunub, Luis Enrique'yə də tənqid olunub. Nə yəni Qurbanov müqəddəs biri deyil ki, amma futbolumuz üçün çox böyük işlər bacarmış biridir. Əlbəttə ona görə təşəkkür edirik. Və heç kəs bu həyatda sığortalanmayıb. Qurbanov elədi, səhvdir. Bəli, mən o şeylərində razıyam. Hətta neçə dəfələrlə gördüm. Qurbanovun şeyi yoxdur. Oyun içi taktika gedişlərini çox dəyişən bir müəllim deyil yəni, məşqçi deyil. Düzənli bir, yəni düz bir taktikası olur və taktika üzərindən gedir. Onun içində redki hallarda görərsən ki, nəsə taktiki dəyişikliklərə gedər. Ya müdafiəni beşləyər, ya hücum üçün nəsə kömək göstərir, belə yəni standart. Amma rəqibi oxumağı falan gözəl idi. Mən deyərdim ki, Qarabağın Ajax uduzmağının səbəblərindən biri də Qarabağ Ajaxı yuxarıdan aşağı baxdı. Çünki Ajax, Allah dilim dolaşdı. Çünki Ajax bütün oyunları uduzmuşdu Çempionlar Liqasında. Qarabağ biz də udarıq deyib rahat və arxayınca bir şəkildə bunu elədilər. Hətta Qurbanov da bunun tələsinə düşdü. Əsas aqressiv olmağının bu qədər insan səbəblərindən biri də zaten budur. Bütün Çempionlar Liqasını uduzan komanda gəlir bir dənə Qarabağ udur. Ki Qarabağ Chelsea ilə bərabər qalmış komandaydı. Orada biraz problem var idi yəni. Nərman oyunu kim saldı? Yoxsa özü icazəsiz girdi oyuna? Güya Kaşuk nə elədi? Kaşukun da oyunu bərbad idi. Adday, Zubir və Duran kimi 1-2 epizodda paxıllıq etdilər. Bunlar hamısı hesaba təsir eləyir. Bu da birbaşa məşqçinin səhvidir. Düzdür, Qurbanovu futbol üçün etdiyini Azərbaycanda heç kim etməyib. Amma o cür oyun verdikdən sonra oyunçulardan razı qaldım, oyundan keyf aldım demək heç yaxşı olmadı. Hamının səhvi olur. Əsas odur ki, səhvini boynuna alasan. Həmişə qalib gəlmək olmaz. Hansısa səhvdən oyun gedəcək. Amma tamaşaçılara bu oyundan sonra böyük futbol bayramı oldu demək heç yerində deyilən söz deyildi. Çox iyi. Tamamilə haqlısan. %100 qatılıram sənə bu barədə. Yəni hər şeydən keyf aldıq, ləzzət aldıq. Bu buranın sözü deyildi o. Keyf almadıq və oyunçulardan razı qalmaq da düzgün deyil. Oyunçunun nəyindən razı qaldı? Mən sizə belə bir fakt deyim. Adday Nərmandan daha pis oynadı. Neçə epizodlarda haqlıdır şəxsən. Yəni neçə epizodlarda Adday solda Duran boşda durmuşdu. Durana pas vermədi. 3-3-ə getdikləri epizodda. Son Addaya qəşəng pas atıldı. Qapçı ilə üzbəüz topu vurdu göyə. Yəni Adday biraz paxıllıq falan cəhətdə. Yəni Qarabağın oyunçularından bunu hiss edirəm. Yankovicdə də bu paxıllıq var idi. Son dövrlərdə hiss olunurdu. Rəqiblə Qapçı ilə baş-başa gəldiyində pas vermir falan filan. Buna diqqət olunmalıdır deyə düşünürəm və yorumuna qatılıram. Haqlısan. Nərmanı söydürən Tahir ilə Qurbandı. Milyonlarla pul gəldi kluba. Bir keyfiyyətli hücumçu almadılar xəstəliklərindən. Nərmanın nə yaşı və təcrübəsi var ki, Avropanın adlı sanlı klublarına qarşı oynasın.
bilərsən. Bir Azərbaycanlı futbolçu deyin ki, Kamilo səviyyəsində olsun. Qurban niyə öz oğlunu Musanı oyuna buraxmır? Çünki istəmir söyüşiyəsi Musa olsun. Ayıq olun. Pulgir Tahir ilə Qurbanın hilələrinə düşməyin. Biraz sərt oldu, özdə necə sərt. Yəni Tahir gözəl büdcə cəhətdən Qurbanı biraz sıxdı deyə bilərəm. Qurbanov özü oyunçu almadı demək məntiqsiz olar. Çünki niyə də almasın? Qurbanov nailiyyətə dayalı bir məşqçidir. Belə baxanda. Əsas məqsədi nailiyyətdə görür Qurbanov. Nəticə üzrə getməyə çalışan məşqçidir. Düzdür, oyunçuların çabasına, döyüşkənliyinə falan baxır, amma hardan baxsan yenə axır olaraq nəticəyə diqqət eləyir. Ki bunu Nərmanda da görə bilərsiniz. Çünki Azərbaycan liqasında qol vurub deyə Çempionlar liqasında oynadırsa Qurbanov. Deməli bu nəticəyə baxaraq hərəkət edən baş məşqçidir. Ki bu tənqid deyil, gördüyüm qədərilə deyirəm. Bəlkə də mən səhv görürəm. Bunu siz də deyə bilərsiniz, qardaş. Burada səhv gördün. Bu biri daha məntiqli gəlir. Hə, doğrudan məntiqlicəsi deyirəm, yox. Dediyin daha haqlıdır, yəni məntiqli də haqlısan. Deyirəm, burada bir şey yox. Və ayıb bir şey yox. Kamilo səviyyəsində hücumçu deyə bilmərəm. Çünki Kamilo özü belə hücumçu deyil. Kamilo sağ və sol hücumçudur. Tam mərkəz hücumçu şəklində deyil. Böyük ehtimal mərkəz hücumçusu nəzərdə tutmusan. Ey Rauf Əliyev, kimlərə qalıb mirasın? Haralarda qaldın ay Rauf? Köhnələrdəndir, bilənlər bilər. Danışmaqla deyil. Elə bil özün oynaya bilirsən. Oynaya bilmədiyi üçün bu qədər tənqid lazım deyil. Belə danışanlar getsinlər, özləri oynasın Ajaxdan. Ajax özü də güclüdür. Boynunuza almırsınız. Nərmanda olan hörmət burada bəzilərinizdə olsa özlərini böyük sayarlar. Oynaya bilmir, düzdür, amma bu qədər tənqid lazım deyil. Güya hamı gol vurdu, qaldı Nərman. Bəsdiyin yazıb bu arada sizdən. Bəstirində mən bura yazıram, Nərman Axundzadə hər şey yoluna qoyacaq. Boş-boş danışanda da susturacaq. Hə, indi belə danışanda cavabda sərt olacaq. Bunu belə danışanda düşünərdim. Birincisi, ay düşüncədən yoxsun insan. Bəzi insanlar var, fikri var, ağlı yox. Onlar tam oturan biri səndəsən. Biz professional futbolçu deyilik ki, çıxaq orada oynayaq. Başa düşürsənmi bunu? Bizim elə bir iddiamız yoxdur, biz professional futbolçuyuq. Biz çıxıb futbol oynayacağıq deyə. Bu Nərmanın əlində olan sənəd professional futbolçu sənədidir. Lisenziyası var. Buna görə tələb olunmalıdır. Ən başda bunu anla. Hörmətə qalanda tənqidə belə hörməti soxursansa, bu ən başda sənin hörmətsizliyindir. Sən durub Nərmana tənqid eləyən birinə hörməti salıb tənqid eləyirsənsə, yəni hörməti ortaya soxub, onda qayıdıb Nərmana niyə tənqiddə hörmətsizlik eləyirsiniz deyə bilmərsən, başda buna haqqın yoxdur. Çünki eyni şeyi özün eləyirsən. Hə, düzgün deyilsə, onda özünə rəva bilmədiyini başqasına da eləmə. Böyük ehtimal bu dediyimi anlaya biləcək düşüncəyə sahib deyilsən. Beynini çox yükləmək istəmirəm. Nəm sən bir ay otur fikirləş gör mən burada nə dedim, bəlkə taparsan. Bizim millət niyə belədir? Nərman Ajaxdan oyunda düzdür, heç nə eləmədi. Oyunda yox imiş kimi oynadı. Bunu da razıyam, amma günah Nərmanda deyildi. Nərman Axundzadə Braqa ilə oyunda son dəqiqədə gol vurdu, hamı baş tacı elədi onu, fəxr elədi ondan idi. Fəxr elədi ondan. İndi heç nə etmədi deyə günah Nərmandadır. Nə oldu bəs Braqa ilə oyunda Nərman sonra pis oynayanda Nərman pisdir. Nərman yaxşıdır yazmaq istəyib böyük ehtimal. Siz səhvsiz. Yox, mən Nərmanı heç vaxt baş tacı eləmədim ki. Mən hətta o Braqa ilə oynanan oyunda mənim yəni çevrəm bilir YouTube üzərindən. Belə deyim ki, mən Nərmanı heç vaxt oyunçu keyfiyyətləri olan bəyənən biri olmamışam. Yəni Çempionlar Liqası səviyyəsində. Azərbaycan liqasında oynayar. Braqa ilə qaldı ki oyuna, mən Braqadakı oyundakı qolu Nərmandan çox Bədavi Hüseynova yazaram. Bədavi o topu atmasaydı, Nərmanın o qolu vurma imkanı çox aşağı idi. Hətta Nərman orada bəsit bir şey elədi. Düzdür, Nərman çox bəsit bir şeyləri bacarmır. Ona görə tənqid olunur. Amma o gün o bəsit bir şeyi bacardı və elədi. Yəni mən orada Nərmanı yox, Bədavi Hüseynovu baş tacı elədim. Çünki Bədavi daha layiq idi. Oyun görüşü, oyun oxuması, təcrübəsi, topu saxlayıb birbaşa Nərmanın ayağına bu qədər dəqiq bir pas atması. Nərman topu saxladı, sola vurdu. Bu. Yəni Nərman orada sinəsində top saxlayıb, Messi kimi dribling eləyib, qaldırıb şöyə Ronaldo kimi tertibə vurmayıb. Saxladı, vurdu. Ki hücumçudan istənilən buydu. Nərman hər dəfə bunu eləsəydi, biz zaten Nərmanı başımızın tacı eləyərdik. Bu gün də eləyərdik. Hər dəfə eləsəydi. Nərmanın bu gün tənqid olunma səbəbi zaten uşaq səhvləri eləməyində idi. Bir dənə Braqa da işə yarayıb. Ondan başqa bu 2 ildə bu insanın bir nailiyyəti yoxdur ki. Braqanı belə kozur tutursansa deyirəm, French Farojla oyunda Musa Qurbanlı gol vurdu deyə bu dəqiqə Çempionlar Liqasının qruplarında oynaya bilərik. Gedin də Musanı da təriflə. Səhvsən. Mənim də ən çox əsəb olduğum odur ki, Nərman heç qaçmır. 21 yaşın var. Oynamaya bilərsən, amma heç olmasa qaç, pres elə, boş topsuz hərəkət elə. Səndəki ağlın 50% o Nərman ən düzünü eləyir deyənlərdə olsun. 50% çox demirəm. Nəyə görə bunu deyirəm? Bizim fikrimizi anlayın deyə eləyirəm. Çoxsu çıxıb deyir ki, siz belə deyirsiniz, Nərman o vaxt belə deyirdiniz, indi belə deyirsiniz. Bizim Nərmana əsəbimiz Nərmanın səhv eləməyində deyil, Nərmanın can qoymamağındadır. Heç nə eləməməyindədir. Sırf Braqa nədir? O qədər Braqa dedizdirdiniz mənə. Sırf Ajaxdakı oyundan söhbət getmir. Nərman ümumiyyətlə oyuna can qoymur, qaçmır, pres eləmir. Çox nadir hallarda görərsən Nərmanda bunu. Və qayıdıb
Gəlib heç kəs mənə deməsin ki, Nəriman uşaqdır, 21 yaşı var. Mən 15-16 yaşında küçədə nə qədər kişi tanıyıram. 21 yaşında uşaq olmur. Salam aleyküm. Aleyküm salam. Admin, bir zəhmət olmasa danış görək bu ölkəyə tüzün nə etmisən. Qurban müəllim isə ölkəsində futbol olmayan klub ilə hər il Avropa komandalarını bu ölkəyə gətirir. Allahın izni ilə inşallah. Chelsea, Benfica, Kopenhagen və sair nailiyyətlərinin saysaq bitməz. Qurban müəllim haqqında danışmağa nə sənin savadın çatır, nə də ki haqqın. Bir papağını qoy qabağına gör nə danışırsan. Nankorluq baş alıb gedir. İkinci dəfədir Çempionlar Liqası Bakıya gəlir. Niyə hansı gücümüzə görə səbəb kimdir? Niyə hansı gücümüzə görə səbəb kimdir? O savada çatıra qədər yaxşıydın. Ona qədər sən ağır söz deməyəcəkdim. İndi biraz layiqsən. Ona qədər mən sənin tənqidini çox xoş qarşılayacaqdım. Birinci, ey savadsız deyirsən mənə. Mən də belə deyim. Ey beyni olmayıb fikri olan şəxs. Birinci gir mənim kanalıma bax, sonra denə ki, sənin nə nailiyyətin olub. Mən Azərbaycan kimi ölkədə, YouTube platformasının bu qədər batmış olduğu bir ölkədə və PUBG, Brawl Stars, Roblox, gic-gic uşaq oyunlarının olduğu bir ölkədə oyun dünyasından xəbərləri, fərqli bir kültürü izah eləməyə, danışmağa, tanıtmağa çalışıram və YouTube-a Azərbaycanı tanıtmağa çalışıram. Sektor olaraq, yəni bu sektoru inkişaf elətdirməyə çalışıram. Mənim nailiyyətim bu tərəfdə var. Çünki mənim bu dəqiqə izləyən türklər də var. Hətta bəziləri mənim kanalımda adminlik, moderatorluq eləyir. Nəysə, söhbət bunda deyil. Bəlkə də sən evdə oturub qarnını qaşıya-qaşıya futbola baxırsan. Mən gün olub gecə, gündüz 3 ildir bu platformaya Allahın hər günü video atmağa çalışıram. Və mənim izləyicilərim görüb, məni Hollandiyadan izləyən insanlar olub. Düzdür, oyun sektorundan söhbət gedir. Bu futbolu izləyirsiniz, bəziləriniz üçün anlamaya bilərsiniz. Yəni marağınızı cəlb eləməyə bilər. Amma ümumən oyun dünyası çox geniş bir dünyadır. Hani nə qədər oyunun təsiri var və mən nəyə görə oyunların üzərinə bu qədər düşürəm, belə izah edeyim ki, Football Manager adında bir oyun var. Bu oyun sayəsində hazırda İngiltərə 2-ci liqasında baş məşqçilik edən bir insan var. Bəli, oyunlar bu qədər təsir eləyir insan həyatına və bəzi filmlərdən qat-qat yaxşı ssenarilərə sahibdir və həyatdan addımlara toxunur. Yəni biraz PUBG-dən, GTA-dan falan burnunuzu qaldırsanız görə biləcəyiniz çox şey var.